Bugün son 2 ilin ən populyar istiqaməti olan Dohaya gedirik və qərara gəldim ki, artıq Dohaya bilmirəm 5-ci, 6-cı səfərimdir və qərara gəldim ki, bunu vlog şəklində çəkim. Çünki Dohaya hələ gedənlər də çox olacaq. Vlog şəklində çəkim. Dohada haraları gəzməlisiniz, necə gəzməlisiniz, onlarla bağlı sizə ətraflı məlumat verim. Xatırladım ki, Doha turları hər həftənin 4-cü və bazar günləri həyata keçirilir. 3 gecə 4 gün və 4 gecə 5 gün olmaqla ölkənin bütün turizm agentliklərindən əldə edə bilərsiniz. Tur paketi aşağıda da link yerləşdirəcəm. Etibarlı turizm agentliklərindən birini oradan da əldə edə bilərsiniz. Getdik. Deməli, Dohaya səfərlər Azərbaycan hava yolları ilə həyata keçirilir. Birbaşa olaraq və bütün biletlərdə 50 yük və 20 kilo bagaj daxildir. Uçuşlar hər 4-cü gün və bazar günü saat 9:30-da həyata keçirilir. Uçuş müddəti isə cəmi 2 saat yarımdır. Bu da artıq Dohan hava limanındayıq. İndi gedirik pasport kontrolu. Əvvəlki təcrübələrimdən deyə bilərəm ki, həmişə burada pasport kontroldan növbə dəhşət çox olur. Hətta elə olur saat yarım 2 saata qədər gözləmək məcburiyyətində qalırsan. Bu dəfə bu sezonda reysin vaxtı dəyişdiyi üçün ümid edirəm ki, gözləmədə bu qədər olmaz. Biz əvvəl çıxdığımız yer də bu tərəf deyildi. Bu dəfə fərqli qeyddən çıxdı. İndi görək. Əla, növbə gözlədiyimdən daha azdır. Demək olar elə ancaq bizim reysin sərnişinlərdir növbədə. Bu deməkdir ki, hardasa 20 dəqiqə maksimum keçəcəyik. Sərhəd keçidi elə gözlədiyim kimi oldu. Cəmi təxmini 20 dəqiqə vaxt çəkdi, amma bizdən sonra çox adam gəldi. Gözləmə daha çox olacaq. Ona görə fayda var ki, daha tez düşəsiniz, daha tez hərəkət eləyəsiniz təyyarəni və növbədə çox gözləməyəsiniz. Həm də səyahətinizdən vaxt itirməyəsiniz. Hazırda isə bagajlarımızı gözləyirik və başlayırıq səyahətimizə. Gələk ən vacib olan məsələlərdən biri transfer məsələsinə. Transfer necə təşkil olunur, onu göstərəcəm sizə. Hal-hazırda bagajlarımızı götürdük və davam edirik. Bir də xatırladım ki, burada həm də gömrük yoxlaması var. Bu yoxlamada adətən sizin elektronik əşyalara deyil, spirtli içkilərə erişirlər. Yəni ölkəyə girişinə icazə verilmədiyi üçün nəzərinizdə olsun ki, bu ölkəyə spirtli içki gətirə bilməzsiniz. Burada yoxlanılır, əgər varsa əlinizdən alınır, belə deyək. Deməli, çıxışdan çıxandan dərhal sonra burada belə toplaşmış insanlar görəcəksiniz. Bunlar Ruslar şirkəti tərəfindən təşkil olunan transferi həyata keçirən əməkdaşlardır. Qrup halında yığılırsınız, adlarla yoxlayırlar və avtobusla transfer edirlər sizi otelə. Gəldik, yaxınlaşdıq, əməkdaşlara qeydiyyat elədik. Adlarımızla qeyd elədilər və avtobus nömrəmizi dedilər. İndi gözləyirik toplanış yerindəki bizi çağırsınlar və gedək otelimizə. SIM kartı və s. aeroportdan əldə edə bilərsiniz, amma telefonunuz eSIM dəstəkləyirsə, mütləq məsləhət görərdim ki, TripHotel proqramını yükləyəsiniz. Çünki mənim artıq belə deyə təyyarə təkərini yerə qoyandan internetim aktivdir. Pulla bağlı bir məsələni də qeyd edeyim. Dohaya gələndə demək olar nağd ehtiyacınız olmayacaq. Hər yerdə kartlardan istifadə edə bilərsiniz. Kartlar barədə də belə bir məlumat verim sizə ki, mən özüm şəxsən demək olar bütün bankların kartlarını araşdırmışam. Xaricdə pul xərcləmək üçün ən sərfəli kart ABB Bankın Manat kartıdır. Bu reklam deyil, reklam üçün deyil. Demirəm bunu. Konvertasiya və sair baxımından ən sərfəli kartdır. Məsləhət görərdim ki, elə onu istifadə eləyəsiniz. Xırda məbləğdə $50 gətirsəniz kifayət eləyə bilər, nəqd üstünüzə götürəsiniz. Hər bir belə deyə vəziyyət üçün ehtiyatlı olmaq üçün, amma ümumilikdə çox da ehtiyacınız olmayacaq. Artıq yola çıxdıq. Buradan otelə təxmini 20 dəqiqəyə çatacağıq. Otelimiz Hampton by Hilton otelidir. Artıq burada neçənci dəfədir qalırıq. Keyfiyyət, qiymət baxımından ən sərfəli otellərdən biridir. Deməli, belə bir məsələ var. Check-in saatı 3-də olduğu üçün otelə burada bir xeyli vaxt itirmiş olursunuz, amma onun əvəzində yaxınlıqda gəzə biləcəyiniz yerlər var. Açıq biz belə eləmədik. Biz oteldə qalıb istirahət etməyi seçdik və proqramımıza biraz istirahət edəndən sonra davam edəcəyik. Gəl yatağımıza. Otağı belədir. Qəşəng. Budur, çıxdıq, başladıq. Dohanın ilk görməli yerlərini görməyə. Otelimiz burada yerləşir. Elə düz yanında da bu yolla düz gəlsəniz, baxın bu gördüyünüz yerdə Qatar National Museum, yəni Qətərin Milli Muzeyi yerləşir. Mən bu muzeydə artıq bir neçə dəfə olmuşam. Bu dəfə girməyəcəm muzeyə, amma mütləq baş çəkin, çox maraqlıdır içərisi də. Giriş qiyməti bir nəfər üçün 50 rialdır, bu da hardasa 25 manata bərabərdir. Muzeyin ətrafı da çox maraqlıdır. Ümumiyyətlə dizaynı maraqlıdır və içərisində görə biləcəyiniz çox şey var. İçəri girməsəm də gəlin sizə biraz ətrafı gəzdirim. Muzeyin həyətini görün. Muzeyin içərisi də, çölü də çox fotogenik
fotogenikdir. Yəni şəkil çəkdirməyə çoxlu yerləri var. Burada hətta retro karlar olan hissə də var. Bura isə muzeyin ən məşhur hissəsi. Şəkillərin çoxu məhz burada çəkilir. Hazırda gəldik Dohanın ən məşhur yerlərindən biri olan Mina Distriktə. Bu Mina Distrikt belə rəngli binaların və s. olduğu Körfəzin sahilində yerləşən bir yerdir. Burada maraqlı kafelər, restoranlar, suvenir mağazaları, qraffitili belə deyək yerlər. Orada məşhur bir qraffiti elə şəkil çəkilən yer var. İndi oraya gedirik. Bura Milli Muzeydən çox da uzaq deyil əslində. 20-25 dəqiqə piyada gəlmək olar. Hava şəraiti imkan verməsə, taksi ilə də gələ bilərsiniz. Maksimum 3-4 manat ətrafında pul yazacaq. Və burada çox məşhur bir balıq restoranı var. Ora aparacağım sizi. Orada ümumiyyətlə xidmətin fərqliliyi və maraqlı olması ilə sizi tanış eləyəcəm. Hələlik buraları gəzək. Bu maraqlı qraffitili binalara baxın. Məşhur qraffitili evlər. Gün də batıb indi. Temperatur çox yaxşıdır. Gəzmək üçün daha uyğundur. Əgər Dohaya noyabr, dekabr, yanvar, fevral aylarında gəlsəniz, daha yaxşı hava şəraiti ilə qarşılaşarsınız. Burada Mina Distriktin Körfəz sahili və burada olan qəşəng kafelər. Bura həmin o bəhs elədiyim Şabrat Mina restoranıdır. Restoranın indi həm sizə interyerini, həm yeməklərini, həm sifariş qaydasını bunları göstərəcəm. Bura həm də restoran olmaqla yanaşı balıq bazarıdır. Burada gördüyünüz kimi müxtəlif növ balıqları, dəniz məhsullarını burada əldə edə bilərsiniz. Axşam da biraz daha canlandı buralar indi. Gedək restorana, dəniz məhsullarının dadına bax. Restorana daxil olduq. Yəni restoranın mətbəxini göstərim sizə. Deməli burada müxtəlif növ balıqlar, lobster, nə bilim krevetin müxtəlif növləri, asminoq və s. dəniz məhsulları var və bunların qiyməti üzərində adətən 100 qramına görə göstərilir. Misal üçün bu krevetin 100 qramı hardasa 7-8 manat civarındadır və sifariş eləyəndə siz onları bu tərəziyə qoyurlar, çəkirlər və istədiyiniz növdə onu bişirirlər, sizə təqdim edirlər. Qiymətləri münasibdir, keyfiyyətlidir, dəyər, sınamağa dəyər. One sibling, one red hole, one red snapper, two kingfish, one kingfish. Dohanın mərkəzi küçəsi Suq Vaqif adlanan ərazidəyik. Buranı bizim Targov kimi təsəvvür edə bilərsiniz. Ticarətin olduğu yer. Belə çoxlu suvenirlər, zinət əşyaları. Daxildə bazarlar var orada. Heyvan bazarı var, fərqli yerlər var. Amma bura mütləq axşam gəlin, çünki axşam həm çox canlı olur, həm hava baxımından axşam gəlmək ən əlverişlisidir. Bir də burada məşhur bir şirniyyat yeri var. Burada çoxlu şirniyyat yerləri ümumiyyətlə, amma deməzdim ki, o birisləri də sınayın, çünki o birislər o qədər də keyfiyyətli deyil. Burada bir barmaq heykəli görürsüz qızıl rəngdə. Düz onun yanında Al Aker adında restoran var. İndi gedəcəyik ora. Amma sizə o şirniyyat yerindən qabaq başqa bir şey tövsiyə edəcəm. Mənim çox sevdiyim bir şeydir. Orada da var əslində şirniyyat yerində. Amma bunu başqa yerlərdə də sınaya bilərsiniz. Bu ərəb kofesidir. Hər adam onun dadını sevmir, amma mən çox bəyənirəm. Şəxsən zövq məsələsidir məncə. Sınayın deyərdim. Bizdə şəkər burada nə istifadə olunur? Hil səhv eləmirəmsə. Tərkibində çox güclü hil dadı var və bu dad məncə o kofeyə çox gözəl dad verir. Və elə beləcə birinci günü yekunlaşdıra bilərsiniz. Suq Vaqifi də gəzdik. İndi gedirik otelimizə. Buradan Hampton by Hilton otelinə piyada getsəniz hardasa 20 dəqiqə yoldur. Həvəsiniz varsa piyada gedə bilərsiniz. Yoxsa da Uber'dən. Xatırladım ki, burada işlədilən Uber bizdəkinin eynisi deyil. Əsl olan, orijinal olan Uber'dir və taksi alıb geri otelə. Bugünlük bu qədər. İkinci gündə görüşənə qədər. İkinci günə başladıq. Gedirik Education City Moskva. Bugün həm də cümə günüdür. Cümə namazının qılındığı gündür. Otelimizdən ara hardasa yolumuz taksi ilə 20-25 dəqiqə arasıdır. Gəldik, çatdıq Education City Moskva. Hava çox istidir. Hələ cümə namazı başlamadığı üçün. Ətrafda elə də çox insan yoxdur, amma indi 1 saat sonra buralar dolu olacaq. Bu məscid çox unikal bir məsciddir. Niyə unikaldır? Çünki son illərdə tikilmiş memarlıq bundan ən yaxşı məscidlərdən biri hesab olunur. Hesab olunur deyəndə mükafatlar da var. İnternetdə araşdıra bilərsiniz bu haqda. Məscid 5 sütun üzərində yerləşir. Bu sütunlarda gördüyünüz bunlarda bu məscidin minarələrdir. Bura məscidin həyətidir. Çox fotogenik yerdir. Bu məscid olmaqla yanaşı həm də bir təhsil ocağıdır. İlahiyyat tədrisi olunur burada. Baxın burada da ərəb dilində
Çox böyük ehtimal ki, ailələr və s. yazılıb. İndi əgər içəridə çəkiliş icazə olarsa, içərini də çəkib göstərəcəm sizə. Artıq cümə namazı saatı başlayıb. Bunun da insan axınından hiss eləmək olur. Birazdan bu məsciddə cümə namazı qılınacaq. Buradan bu qədər. Növbəti dayanacağımız isə sürpriz olsun. أشهد أن محمدا رسول الله. Növbəti dayanacağımız Körfəzin sahilində yerləşən Ulusayıl ərazisidir. Ulusayıl ərazisi əsasən nəyinə görə məşhurdur? Baxın bu binalara görə. Və ən əsas buranın məşhur edən şeyi göstərəcəm sizə. Bu Katara Towers'dır. Raffles Hotel, Fairmont burada yerləşir. Bu nəyə simvolizə edir? Onu deyim, bu İslamda Zülfüqar qılıncını simvolizə edir. İki qılıncın toqquşmasından yaranmış görüntünü indi yaxından gələcəm, göstərəcəm sizə buranı. Bu otel çox məşhurdur. Qiymətləri arası bizimkilərə baxanda daha münasibdir 5 ulduz otellərə nisbətdə. Booking.com və sairə kimi platformalardan qiymətlərə, tarixlərə uyğun qiymətlərə baxa bilərsiniz və çox məşhur, yaxşı restoranları var. Sabah biz həm də çimərliyə gələcəyik. Çimərlikdən sizə kadrlar göstərəcəm. Burada suyun rəngi belə yaşıl təhərdir, amma təmizdir. Bulanıqdır su, amma təmizdir. Üzməyə yararlıdır. Digər çimərliklərdən, yəni Avropa və sairə müqayisə eləsək, suyu istidir. Suyu həddən artıq istidir. Bu bəzi adamların xoşuna gəlir, bəzi adamların heç xoşuna gəlmir. Mən şəxsən bəyənirəm. Növbəti dayanacağımız İslamic Art Museumdur. Bu İslam mədəniyyətinin çox gözəl şəkildə nümayiş olunduğu muzeydir. Ətrafında park da var, parkda gəzə bilərsiniz və buradan West Bay, yəni o hündür mərtəbəli binaların olduğu yerə çox gözəl mənzərə açılır. Şəkillərin də çoxu məhz oradan çəkilir. İndi göstərəcəm sizə. İslamic Art Museuma giriş 50 real, bu da hardasa 25 manat edir. İçəri daxil olduqdan sonra biletləri burada əldə edə bilərsiniz, amma o məşhur yerdə şəkil çəkdirmək üçün bilet almağınıza ehtiyac yoxdur. Onun üçün nə edirsiniz? Girişə yaxınlaşırsınız sadəcə və burada bildirirsiniz ki, siz muzeyə yox, orada olan çəkilişə icazə vermədilər. Ona görə buradan davam eləyəcəm. Deməli, yaxınlaşırsınız, sadəcə deyirsiniz ki, muzeyə gəlməmişəm, buradakı kafelərdən istifadə eləyəcəm. O halda sizi ödənişsiz içəri buraxacaqlar. Muzey, amma ilk dəfə gəlirsinizsə, mütləq gəzməyinizi məsləhət görürəm. Çox qəşəng muzeydir. Mən artıq olmuşam deyə bir neçə dəfə, ona görə girməyəcəm. Burada o həmin məşhur şəkillərin çəkildiyi yer. Deməli, burada belə bir yer var. Buradan West Bay-ə, Dohanın göydələnlərinin olduğu yerə mənzərə açılır. Şəkillər buradan çox qəşəng alınır. Həmçinin muzey binasının daxilində belə bir mağaza var. Buradan suvenirlər, hədiyyələr və s. ala bilərsiniz. Qiymətlər biraz yüksək olsa da keyfiyyətli və yaxşı hədiyyələr var. Həm böyüklər, həm uşaqlar üçün. Mütləq baş çəkmənizi tövsiyə edirəm. Çöldə hava çox istidir, ona görə bugün burada biraz istirahət edeyim. Həmişə daxili yerlərdə nəzərə alın ki, hava çöldə nə qədər isti olsa da, daxili yerlərdə bir o qədər də sərindir. Çünki hər yerdə kondisionerləri demək olar maksimum kodda işlədirlər. Gerçəkdən yaxşıdır. Məcburdular, nə deyəsən. Dohaya gəlməzdən əvvəl Instagram səhifəmdə də çoxlu məlumatlar əldə edə bilərsiniz Doha haqqında. Biz Doha turlarını qrup şəklində edirik. Aşağıda linklə yerləşdirirəm. Qruplarımıza qoşulmaq üçün. Ümumiyyətlə turlarımız təkcə Dohaya deyil, dünyanın demək olar bütün istiqamətlərində turlarımız olur. Hamısına baxa bilərsiniz, tarixləri ilə qoşula bilərsiniz, bizimlə yol yoldaşı ola bilərsiniz. Qrup turları ümumiyyətlə çox maraqlı olur. Həm sərfəli olur, həm maraqlı olur. Həm də planlaşdırma və s. şeylərin qayğısını çəkmirsiniz. Qərar versəniz ki, ərəb mətbəxini yoxlamaq istəyirsiniz. Bu Qətər mətbəxi deyil, Qətər mətbəxi elə də zəngin deyil. Amma məsləhət görəcəyim çox gözəl bir Livan mətbəxi olan restoran var. Yasmin Palası adlanır və Pearl adasında yerləşir. Yəni Mirvari arasında.
Qiymətləri münasibdirmi? Bu barədə heç nə deməyəcəm. Yəni müqayisə eləməyə ehtiyac yoxdur, eləməyin. Münasibdir özünə görə, keyfiyyətinə görə, xidmətinə görə. Mütləq Livan şaurması, Macbus adında ərəb yeməyi var. Onu sınavdan keçirin. Ət və toyuqla olur, mal əti və toyuqla, duz ətli daha doğrusu. Sınaya bilərsiniz. İnterieri isə möhtəşəmdir. Düzgün vaxtda gəlsəz, canlı musiqi də görə bilərsiniz. Gəldik günümüzün sonundan ikinci dayanacağına. Kanat Kartiyer'deyik. Bəli, bugün Kanat Karterdəyik. Bura Dohanın suyun adasında salınmış, Mirvari adasında salınmış xüsusi bir bölgədir. Luxury bölgədir. Belə rəngli binalar, evlər, Dohanın ən bahalı evləri, mülkləri burada satılır. Kafelər, restoranlar, mağazalar var. Axşam saatlarında gəlsəz çox qəşəng şəkillər çəkdirə bilərsiniz, istirahət edə bilərsiniz. Möhtəşəm yer. Mənim Dohada ən sevdiyim yerlərdən biri məhz buradır. Getdik. Qanat Karter bölməsində də gəzintimizi bitirdik. Gedirik indi otelimizə. Biraz istirahət eləyəndən sonra gəmi gəzintisinə gedəcəyik. Ərəb körfəzində gəmi gəzintisi ilə West Bay-də olan binalara, açılan mənzərəni görəcəyik, işıqlı binalara. Gedək. Əslində proqramımızda var idi. Deyim ki, görmək çox vacibdir. Yox, sadəcə otelimizə yaxın olduğu üçün, piyada məsafəsində olduğu üçün elə gələk burada axşam gəzintisinə çıxmışkən Flag Plaza, Flag Square müxtəlif adlarda adlandırılır. Yəni elə bir rəsmi adı yoxdur. Dostluq naminə tikilmiş bir meydandır. Burada ölkələrin bayraqları var. Əsasən də Qatarda keçirilən çempionat müddətində tikilib. Külək yoxdur deyə bayraqlar yellənmir. Burada Azərbaycan bayrağı da var. Çox ölkənin bayrağı ilə yanaşı. Və baxın, buranı sərinlətmək üçün buxardan istifadə edirlər. Onu da deyim ki, açıq havada da yəni mümkün qədər əraziləri sərinlədirlər. Çünki istisi Körfəz ölkələrinin istisi elə belə isti deyil. Bu qədər buradan davam eləyəcəyik. Gedəcəyik gəmi gəzintisinə. Növbəti kadrlarda oranı göstərəcəm sizə. Nəysə, gəldik, mindik gəmiyə. 50 manat pul ödədik. Çünki ancaq nəqd qəbul edirdilər. Qiyməti də öldürdük. 9 nəfər üçün cəmi 50 manat pul verdik. Əslində 10 reala da düşmək olardı. Barısı adam başı 5 manat eləyib. Amma manatla razılaşdıq, 50 manat ödədik. İndi gedirik gəmi ilə gəzintiyə. Ancaq özümüzü başqa adam götürməsinə də icazə vermədik. Ondan bağlı da razılaşdıq. Belə xalçalı, maraqlı bir gəmidir. Gələk. Her zamansı dairəm mən səni, səndən düşürəm ayrım mən səni. Hər şey yaxşı günümdə gözüm səni axtarır, hər şəkin günümdə ayrım. Gəmi gəzintimizi bitirdik. Bir də gəmi gəzintisi harda olur onu da deyim sizə. İslamic Art Museum-un yanında olur. Biz oradan bura piyada gəldik. Bir də burada hardadır deyim sizə, hətta Suq Vaqifdə olan bir məscid var, məşhur məscid. Ondan üzbəüz yolu keçəcəksiniz bu tərəfə. Burada bir Mirvari heykəli var, baxın burada. Mirvari abidəsi daha doğrusu. Bir də bu Mirvari abidəsinin yanında var bu gəmilərdən. Günlük bu qədər. Dohada 3-cü gün görüşənə qədər. Sabahınız xeyir. Bugün 3-cü gündəyik Dohada. Bugün plaja gedəcəyik. Bizim oteldə pulsuz voucher verirlər plaja gediş üçün. Və səhər saat 10-da burada avtobus götürür sizi aparır. Normalda əgər plaja vouchersız getsəz qiyməti 50 real, yəni hardasa 25 manatdır. Gerək. Budur avtobusumuz. Bizim qrupumuz da böyük olduğu üçün elə tək bizə çatacaq. Olur ki, gedirik Ərəb körfəzində üzməyə. Gəldik, çatdıq plaja. O verilən voucherə burada gördüyünüz lijankalar, dəsmal daxildir. Günümüzün hardasa 3-4 saatını burada keçirəcəyik günortaya qədər. Günorta isə gəzintimizə davam edəcəyik.
Getdik, plyajda üzdük, yaxşı vaxt keçirdik. İndi gəldik, biraz da oteldə istirahət elədik. Gəldik Qatar Cultural Village. Bu Qətərin mədəniyyət kəndidir. Burada Qətərlə bağlı olan memarlıq abidələrindən Qətərin memarlığı üslubunda tikilmiş, ərəb memarlığı üslubunda tikilmiş, şərq memarlıq üslubunda tikilmiş binaları görə bilərsiniz. Üstündə maraqlı qraffitilərlə təsvirlər əks olunub. Qrup üzvlərimizdən biri gününü dəyərləndirmək üçün turunu getməyi seçdi. Dohaya gələndə safari turuna da gedə bilərsiniz. Yaşamağı tövsiyə eləyərəm. Qiyməti hardasa 20, 30, 40 dollar arası dəyişir belə satıcılardan asılı olaraq. Hərəsinin öz xidmət keyfiyyəti var. Saytından əldə eləməyi tövsiyə eləyərəm. Onun üçün də aşağı sizə link qoyacağam. O saytdan əldə eləyib safari turuna da gedə bilərsiniz. Elə danışa-danışa gəldik, çatdıq Golden Mosque. Bu Qatar Cultural Village-in içində yerləşən qızılı rəngdə məsciddir. Qatar Cultural Village-də yerləşən ən məşhur abidələrdən biridir. İndi sizə məscidi göstərəcəm. Məscid çox balacadır əslində. Sadəcə görüntü olaraq biraz fərqlidir. Bu məscidin girişidir. İcazə versəydilər, içərisini çəkərdim. Yəni buradan çəkim göstərim sizə. Bura isə Qatar Cultural Village-in amfiteatr hissəsidir. Deyim belə xüsusi bir şey var, açığı yox. Amma gəlmişkən görməyə dəyər. Biraz ərəb mədəniyyəti ilə, şərq mədəniyyəti ilə amfiteatrın uyğunluğunu əlaqələndirə bilmirəm. Bəlkə də bu sahədə çox anlayışım yoxdur ona görə. Amma amfiteatr görmək istəyənlər Yunanistana, İzmirə və s. getsələr, məncə daha maraqlarını görə bilərlər. Buradan çox gözəl mənzərə açılır. Sahil var bu hissədə. İnsanlar şəkil çəkdirməyə gəlir. Bir də burada bir şey qeyd edeyim. Əgər gəzmə ilə bağlı probleminiz olarsa, burada golf karlar hərəkət eləyir ətrafda. Onlar sizi istənilən yerə apara bilərlər və ödənişsizdir. Burada gördüyünüz kimi golf karlar gedir. Sonuçta xidmət göstərmək üçündür. Bu isə amfiteatrın yanından çıxanda görsənən sahil mənzərəsidir. Çox qəşəngdir. Əvvəllər gələndə burada səhnə, nə bilim, təmir işləri və s. var idi. Ona görə çox da aydın görsənmirdi, amma indi daha qəşəng görsənir. Gəzmək olar buralarda. Çalışın gün batımına yaxın gəlin. Hava imkan versin gəzməyə. Burada qəşəng restoranlar da var. O keçən də sizə göstərdiyim balıq restoranının bir filialı da buradadır. Buradakı filial da yaxşıdır. Digər filial buradır. Düzgün tələffüzünü bilmirəm. Luzar belə yazılıb. Seafood Market yazılıb qabağında. Yoxlaya bilərsiniz. Və indi gedirik. Böyük ehtimal blogerlərdə ən çox gördüyünüz buranın ən çox şəkil çəkdirilən yerinə, quş yuvaları olan yerə və orada göy rəngli bir məscid var. Quş yuvaları bunlardır. Baxın. Göy rəngli məscid. Bu məscid mən Özbəkistandakı məscidləri daha çox xatırladır. Dizayn baxımından, rənglər baxımından və s. Digər qızıl məscidə baxanda daha çox xoşuma gəlir eksterior baxımından. Qatar Cultural Village olar bu qədər. Orada qəşəng bir park var. Orada gəzə bilərsiniz. Ümumiyyətlə Dohanı mənim üçün Dubaydan fərqləndirən ən vacib əlamətlərdən biri. Az da olsa müəyyən yaşıllıqların olmasıdır burada. Bunu çox bəyənirəm. Dubayda demək tapmaq olmur onu. Burada da müəyyən müxtəlif daha doğrusu kafelər, restoranlar var. Vaxtınızı keçirə biləcəyiniz. Burada demək olar bu qədər. Hardasa gününüzün 1 saat, 1 saat yarımını bu əraziyə ayıra bilərsiniz. Daha sonra oturub nahar və ya şam yeməyi yeyə bilərsiniz. Və bununla da Qətər turunuzu yekunlaşdıra bilərsiniz. Sabah uçuşumuz var. Bakıya geri dönürük. 3 gecəlik, 4 günlük Doha turumuz bu qədər. Bizim qrup turlarımıza da qoşulmaq istəsəniz link yerləşdirəcəm. Və Bakıya hardan qayıtdıq, necə qayıtdıq? O barədə də indi vlogun davamı olacaq. İzləmədə qalın. Və son olaraq günün sonunda gəldik Villaggio Mall-a. Villaggio Mall buranın məşhur xüsusi mallarından biridir. Niyə görə xüsusidir? Buranı nə xüsusi eləyir? Gördüyünüz mallın mərkəzindən keçən bu kanal. Bu mallın interyeri Venesiyanı xatırladır. Malla baxın. Mall bir mərtəbədən ibarətdir, amma ərazisi çox genişdir. Bütün
Dünya brendləri burada var. Qiymətlər barədə danışmayacağam. Ümumiyyətlə hər ölkənin vergi sistemi və s. uyğun qiymətlər var. Brendlər də dünyada aşağı yuxarı eyni qiymətədir. Mallar burada saat 12-yə qədər işləyir. Malların əksəriyyəti 12-yə qədər işləyir. Həyat biraz gec başladığı üçün iqlimlə əlaqəli. İnsanlar gecələr daha çox axın edir küçələrə və ona görə də belə iş saatları var. Mal şəhərdən biraz uzaqdır bu mal, amma gəlməyə dəyər. Həm interyerinə, həm gözəlliyinə görə. İndi alış-veriş edəcəksinizsə ona görə. Davam edək. Nəsə var almağa? Bəli, 21 manata. Tişört. Sabahın xeyir. Bugün Dohada sonuncu günümüzdür. Oteli tərk edirik. Avtobus 8:45-də gəlir götürməyə. Gedirik hava limanına. Sağ olun, görüşürüz. Hadi görüşürüz yolculukta. Yolculukta. Türk dilində danışan Türk əməkdaş var burada. Sağ olsun. Bizi də artıq tanıyır. Neçənci dəfədir gəldiyim üçün bura. Çox köməkçi olur. Getdik. Gəlin sizə xırda bir ipucu da verim. Avtobusa yaxınlaşanda həmişə sadəcə bagajınızı bura qoyun və avtobusa binin. Heç nəyi gözləməyin. Özləri yerləşdirirlər sonra. Gəldik, çatdıq hava limanına və check-in prosesini də tamamladıq. İndi gedirik təhlükəsizlik yoxlaması və pasport kontrola. Ölkədən çıxanda pasport kontrolda sərhəd məmurunu gözləməyə bilərsiniz. Digər tərəfdə, sağ tərəfdə burada çəkiliş icazə yoxdur, ona görə çəkmirəm. Pasport kontrolun sağ tərəfində yer var. Elektron sərhəd yoxlaması quraşdırılıb. Oradan pasportu sadəcə skan edib keçə bilərsiniz. Amma nəzərə alın ki, bu halda pasportunuza möhür düşmür. Haqqında bəhs elədiyim elektron sərhəd yoxlaması budur. Doha hava limanından məşhur sarı ayısı. Sərhəd yoxlamasında keçdik, təhlükəsizlik yoxlamasında keçdik. İndi isə Doha hava limanında bir neçə maraqlı şey göstərəcəm. Bunlardan biri qatardır. Hava limanında terminalın içində hərəkət edən qatarlar. Biri əgər vaxt çatdırsam meşəli olan ərazidir. Biri isə lanşdır. Mən Mastercard'ın World Elite kartından istifadə edirəm və dünyanın istənilən aeroportunda lançlara limitsiz pulsuz giriş əldə edirəm. Bununla da hava limanlarında olan vaxtımda sərfəli keçirə bilirəm. İstifadə edə bilirəm uçuşdan əvvəl və bir çox əlavə üstünlükləri əldə edirəm. Bu nəyi simvolizə edir? Kiçik bir araşdırma edəcəm, amma çox diqqət çəkən bir şeydir. Hamı qabağında şəkil çəkdirir. Əslində çox maraqlı və çox nəhəng. Əvvəllər Bakı uçuş C qapılarından olurdu. Bu C qapılarda dediyim bağa daha yaxındır, amma bu dəfə dəyişiblər. Artıq B5-dən təyyarə qalxır, mini oradandır. Ona görə botanika bağını sizə göstərə bilməyəcəm, çünki həm də biraz uzaq məsafədə yerləşir. Gələn uçuşlardan birində göstərərəm. Amma sizə qatarı göstərəcəm. Aeroportda satılan maşınlardır. Gələk sizə daha doğrusu qatarı göstərim. Bu qatar nə üçündür, onu deyim. Burada terminal çox böyükdür. Bir başından digər başına getmək üçün xeyli məsafə qət etmək lazım olur. Bu məsafəni də qət etmək üçün qatardan istifadə ediblər. Yəni bu tək Doha aeroportunda deyil, dünyanın bir çox aeroportunda var. Sadəcə burada biraz fərqli olmasının səbəbi açıqda olmasıdır. Yəni xüsusi bir yerdə yox, elə açıqda olmasıdır. Qalxırsınız bura, sadəcə bir neçə dəqiqə gözləyirsiniz. Gəlirlər həm sağ tərəfdə, həm sol tərəfdə var. Budur, gəldi qatar. Qatarın maşinisti yoxdur. Tam şəffafdır. Və bu qatarda gedəndə terminalı rahat şəkildə görmək olur. Gəlin.
bir de anlatıp ve sütüye atlarmayı olsun bir daha varım. Hold on to them. Trains involved in North Grand Station. Dur qapılar bağlandı bu. Yola düşürük. Bu Bu gediş təxmini 20-30 saniyə çəkir. 20-30 saniyədə terminalın bir başından digər başına gedirsiniz. Baxın. Dediyim kimi digərlərindən fərqli olması sadəcə terminalda belə açıq görsənməyin çox maraqlı. Normalda Doha aeroportu həmişə dolu olur. Sərnişinlər çox olur. Uçuşun bu saatda olması yəqin ki biraz təsir eləyib ki, indi o qədər də adam yoxdur. Əslində bir tərəfdən yaxşıdır rahatçılıq üçün. Çünki lançlara növbə olur adətən. Burada günlərin yerdə çox növbə görmədim. Növbəti isə alma halancı göstərəcəm sizə. Alma halancı Mastercard'ın imtiyazları ilə daxil oluram. Dohada gördüyünüz bayaqki sarı ayının yanında, arxasında Carter'dan yuxarı çıxsanız burada yerləşir. Bir digəri isə C terminalının axırındadır. Növbəmizi gözləyək və daxil olaq. Bu lancı çox da bəyənirəm deyə bilmərəm. Pis də deyil, amma daha yaxşıları da təbii ki var. Onu deməliyəm ki, çox səliqəlidir. Duş kabinləri var, bütün istifadəçilər üçün yerlər var, yatmaq üçün yerlər var. Və yeməklər. Yemək çeşidləri azdır. Doha səfərimizdən bu qədər. Birazdan uçuşumuzdur. Uçuşa hazırlaşıram. Uçuşdan da bəzi kadrları göstərdikdən sonra bu vlogumuzu yekunlaşdıracağam. İndi elə bəyəndiniz. Bu mənim ilk YouTube vlogum idi. Əgər vlogların davamlı olmağını istəyirsinizsə dəstəyinizi gözləyirəm. Rəylərinizdə bunu bildirə bilərsiniz. Yəni izləyə bilərsiniz və bunu paylaşa bilərsiniz dostlarınızla. Artıq təyyarəyə minirik. Bütün səyahətin boyu yanımda olan internet dəstəyi üçün Tripusel-ə də minnətdaram. Tripusel-lə bütün yol boyu həmişə internetin olduğu 5G sürətində. Gələn vloglarda görüşərik.